Əlimdə gördüğünüz bu ilan növü ölkəmizdə yayılmış dam ilanıdır. Görünüşünə görə gürzəyə oxşayan yeganə ilandır. Çünki bu ilanların digər ilanlardan fərqi, zəhərsiz ilanlardan fərqi budur ki, bunların gözləri, baxın diqqət edin, görüm göstərə biləcəm. Gözləri pişiyin gözünə oxşayır, dam pişik ilanı deyirlər bunlara. Bu gördüyünüz gözlər, yəni pişiyin gözünə oxşayan gözlər, əsasən ölkəmizdə yayılmış zəhərli ilan növləri, yəni gürzələrdə müşahidə olunur. Qalan digər bütün ilanlarda gözlər yumru şəklindədir və quyruğu nazik uzundur. Gördüyünüz kimi bu dəqiqə sizə onun quyruğunu da göstərirəm. Quyruğu nazik uzun olan bütün ilanlar zəhərsiz ilanlardır. Başı isə yenə dediyim kimi digər ilanlardan fərqli olaraq o da gürzəyə oxşur. Yəni bu ilan növünü görsəniz öldürməyin. Onsuz da insan üçün heç bir həyat təhlükəsi yoxdur. Əlbəttə ki, bunu tanımaq bizə çox faydalı olur. Əsasən evlərin damlarında, ağaclarda bunlara rast gələ bilərsiniz. Qarnına baxın. Qarnında soyulan kimilər fəsləsinə aid olduğu kimi qarnına diqqət edin. Soyulanın qarnına oxşur. Yəni çox sadə. Dəfələrlə göstəririk, məlumat veririk. Çoxlu yorumlar qeyd olunur ki, siz insanları çaşdırarsınız. Mən insanları çaşdırmaq üçün yox, insanları məlumatlandırmaq üçün bunları göstərirəm. Çünki bunların təbiətdə rolu var. Yəni bu təbiətdə elə belə yaradılmayıb da. Yəni bu təbiətdə nəyisə tənzimlənməsi üçün olmalıdır. Və bunlar hansısa bir gəmiricilərlə, quşlarla və kərtənkələlərlə qidalanır. Bunlarla da vəhşi quşlar qidalanır. Hər bir halda hər canlının öz rolu olduğu kimi ilanlarsız da bu duydanı təsəvvür eləmək mümkün deyil. Yaxından sizə göstərməkdə də məqsədim budur ki, siz bunları tanıyasınız imkan daxilində. Yəni məlumatınız olsun, ehtiyat yaranmadıqda, yəni təhlükə sizə məhrəm olan yerlərə girməsələr, sizin üçün, ailəviz üçün təhlükə yaratmasalar, siz bunları öldürməyin. Yəni hər bir halda bunlar canlıdır. Yəni bunların düşünmə qabiliyyəti, şuuru yoxdur. Bunlar yalnız özlərini müdafiə eləmək üçün və bir şeylər yemək üçün bu həyatda yaşayırlar. Yəni, siz bunu öldürməklə nəsə qabağa düşə bilməz. Amma öldürməməklə isə insan ola bilərsiniz də. Yəni. Amma məcburiyyət qarşısında qalıb zəhərli ilan sanıb öldürənlərə də bir şey demirik. Çünki həyatdır da, yəni insan öz ailəsini qorumağa çalışır, bunlar da özlərini qorumağa çalışırlar. Bizim məlumatımız olsa, tam əmin olsaq, onda biz bunları öldürmədən, indi gələcəkdə bəlkə ilanları yığmaq üçün daha geniş formatda şirkətlər mi deyim, təşkil olunur və yaxud hansısa bir xidmətlər mi göstəriləcək, onu bilmirəm. Amma hal-hazırda görürəm ki, artıq Bakı və Bakı ətrafında deyəsən belə bir xidmət göstərilir. Gələcəkdə belə xidmətlər olacaq. Zəng gələcəksiniz, gəlib aparacaqlar. Ən azından məcburiyyət qarşısında qalıb, məcburiyyət qarşısında qalmasanız öldürməyin. Bunu da sizə göstərməkdə məqsədim budur ki, ölkədə demək olar ki, bir ay ərzində mənə çoxlu videolar atılıb. Bütün videolar demək olar 90% ancaq bu ilanla bağlıdır. Çünki bu ilanları insanlar tez-tez müşahidə edir. Əsasən evlərin damında, ağaclarda və xarabalıq yerlərdə. Çünki bunlar elə yerlərdə olurlar. Çünki qidalarından biri də quşdur, sonra kərtənkələdir. Onları yemək üçün gəlib çıxırlar oralara. Yəni bunu görərkən məlumatlansınız deyə mən sizə yaxından göstərirəm. Əks halda bunu tutmaq və yaxud bizim videolarımıza baxıb hər hansı bir ilanı tutmaq, nə bilim, sonra o tutduğunuz ilan sizi vura bilər, sizin üçün həyati təhlükə ola bilər və bunları bizə bağlaya bilməzsiniz bu mövzular. Çünki biz burada maarifləndirmə aparırıq, kimlərəsə ilan tutmağı tövsiyə etmirik. Biz insanlara sadəcə olaraq ki, ilanlar haqqında məlumat veririk ki, insanların ən çox aqressiyasına məruz qalan bu canlıları bilərəkdən və yaxud bilməkdən öldürməsinlər. Bunlar da bir canlıdır da, yəni bunları öldürməyə dəyməz. Öldürmək lazım deyil də, yəni biz insanıq. Bəli dostlar, düşündüm ki, bu ilan növünü siz gördünüz, yəni bu ilan növünə siz tanış oldunuz və düşünürəm ki, ən azından görərkən həyəcan keçirməzsiniz, stres keçirməzsiniz və məlumatlı olarsınız. Bunların şəkilləri də bizim sosial şəbəkədə olacaq. Bir-bir zəhərli və zəhərsiz ilanların şəkilləri. Onların şəkillərinə baxıb rahat şəkildə ayırt edə bilərsiniz. Azərbaycanda 30-a yaxın ilan növü var və gürzələrdən başqa qalanları
zəhərli və yarı zəhərli ilanlardır. Yarı zəhərli ilanlar ümumiyyətlə heç bir halda insan üçün təhlükəlidir dostlar, biləsiniz. Əlbəttə ki, həssas dərilər var, allergiya olan insanlar ki var. Onlara ola bilsin qaşınma versin, nəsə belə xırda şeylər baş versin, amma normalda yəni yarı zəhərli ilan kimsə vurub öldürməyib, yəni bunu biləsiniz. Bu canlıları görərkən bunlar haqqında məlumatınızın olmağı heç bir sizə ziyanı yoxdur. Əslində xeyri var. Çünki bunlar da bizim təbiətimizin sakinləridir. Bunları öldürməyək, bunları qırmayaq. Bunlar da gələcəkdə nəsli kəsilmədə olan ilan və yaxud hər hansı bir canlı növlərinə aid olmasın. Belə dostlar, bizim ölkədə və bizim ölkəmizin ətrafında bunun digər növlərinə rast gəlinir. Bu dam pişik ilanıdır. Yəqin ki, gözlərinə görə pişik sözünü qeyd ediblər. Gördüyünüz kimi pişikin gözünə oxşur gözləri. Amma bunun zəhərli, yəni insan üçün təhlükəli olan növü də var, amma ölkəmizdə yoxdur. Yenə də mən sizə yaxından göstərim və düşünürəm ki, bu da sizin üçün maraqlı bir məlumat oldu. Gördüyünüz kimi dostlar. İndi mən bunu təkrar təbiətə buraxacağam və gördüyünüz kimi yarı zəhərli də olsa təhlükəli bir ilan növüdür. Ara sıra adamı dişləyirlər, digər su ilanları kimi, təlxələr kimi, bunlar da insanı dişləyir, amma burada diş izləri də var. Göstərə biləcəm ya yox. Bura diqqət edin. Görürsünüz yəqin ki. Bu onların dişləridir. Və heç vaxt nə qaşınma verib, nə başqa bir problem yaradıb mənim üçün. Sadəcə olaraq ki, tutarkən əsəbləşib mənə, dişləyib məni. Yəni, insanlara da tövsiyəmiz budur ki, ilanları görərkən onları tutmayın. Onlara hər hansı bir məqsədlə yaxınlaşmayın ki, sonra gürzə ilə səhv sala bilərsiniz. Yəni, gürzələr çox böyük, həddindən artıq böyük olmurlar. Balacaları da belə təhlükəlidir. Amma su ilanları və bunun kimi digər ilan növləri daha 1 metr, 1 metr yarım, 2 metr uzunluğunda da görə bilərsiniz. Onlar isə tamamilə, demək olar, əksər hallarda zəhərsiz canlılardır. Yəni, siz ilanın balacasından kiçiyini aldanmayın. İndi istəyirəm dostlar, bunu buraxım getsin. Çünki bu qədər məlumat düşünürəm kifayət edir. Naxışlarından da gördüyünüz kimi damalı su ilanına oxşuyur. Amma ən yaxşısı siz onun gözlərinə diqqət edin. Başı da zəhərli ilan başı kimidir. Və bunların yarı zəhərli ilanların zəhərli ilanların fərqi budur ki, bunların dişləri, yəni zəhər dişləri arxadadır. Arxada əlimizi salmasaq onun ağzının içinə o bizi dişləyə bilmir. Yəni zəhər dişlərini bizə yeridə bilmir. Ancaq şikarlarını zəhəri ilə zərərsizləşdirir və sonra yeyir. Sonra odur yəqin ki. Belə dostlar, indi bunu buraxaq biz. Bu da ölkəmizdə yayılmış dam ilanı. Dam pişik ilanı deyirlər. Budur. Quyruğu nazik, uzun, başı digər ilanlardan fərqli olaraq gürzənin başına oxşayır və gözləri də pişiyin gözünə.